Hər zaman Afrikanın özündə də Türkiyə necə qarşılanır? Xilaskar. Bəli, bəli. Bu ən bariz nümunədir. Hətta hələ bu köhnədən ki, Osmanlı İmperatorluğunun vaxtında türklər ki vardı, məsələn, bütün bu indiki ərəb dövlətlərinin hamısı bir imperatorluğa daxildir, 21 ərəb dövlətidir. Oralarda qalan və artıq demək olar ki, bir növ ərəbləşən də, məsələn, Yəməndə qalıb, orada burada qalıb, ta ki başqa orada qalıb, artıq üstündən də bir xeyli 100 ildən artıq da 110 ildir də Türkiyə Osmanlı oralardan çıxıb və onlar da sayı az qaldığına görə yerli xalqına bir növ belə deyək ki, ərəbləşib də. Amma onlar öz gen yaddaşlarında Türk Osmanlı olduqlarını unutmayıblar və Osmanlının da bu ədalətli idarə sistemi o yerli xalqların da yadından çıxmayıb. Ona görə də Türkiyəni, indiki Türkiyəni hər yerdə arzulayırlar. Xüsusən Osmanlı İmperatorluğunun bir vaxtı təbəəssü olan əhali Osmanlıları, Türkiyəni, onun indiki siyasi varisi olan Erdoğan Türkiyəsini arzulayırlar. Hətta təkcə bu ərazilər də deyir, Rüstəm müəllim, uzaq İndoneziyadan başlamış bütün müsəlman coğrafiyası, 200 milyondan artıq müsəlman var, daha doğrusu 2 milyar müsəlman var. Bütün müsəlmanlar Türkiyəni arzulayır və İngilislər doğrudan da uzağı görən böyük siyasətçi xalqdır da. 1923-cü ildə Atatürk səltənəti qaldırıb Respublika elan eləyəndən sonra Lozanna konferansında ki, nə qədər də Türkiyənin əleyhinə qərarlar qəbul olunmuşdu. Bu İsmet İnönü siyasətçi deyildi, diplomat deyildi. Hərbiçi idi. Yəni hərbiçi idi. Bunu niyə oraya göndərmişdi Atatürk? Yəni belə çox mürəkkəb şeylər var. Düzdür, bu şeyləri danışan indi Türkiyənin özündə də tənqid edən xeyli artıq qism var, bəli. Qism var. Nəysə, amma bununla da iş qurtarmadı. Təsəvvür edin ki, 1923-cü ilin oktyabrında olmuşdur Lozanna konferansı. Gəldilər, nəysə, bu tələb eləmiş, İngilislər tələb eləmiş ki, bu səltənət aradan qaldırılmalıdır. Bir növlə də bu Osmanlı dövləti yıxılmalı, yerində Respublika yaranmalıdır. Bunu Atatürk elədi, çox yaxşı. Yəni, Respublikaya bizim etirazımız yoxdur. Respublika artıq müasir dünyanın o dövlət idarəçilik modelidir. Respublikaya heç kimin etirazı yoxdur. Amma təsəvvür edin ki, İngilislər xilafətin rolunu çox gözəl bildiklərinə görə 6 ay o Lozanna konferansı, hətta Türkiyənin son dərəcə əleyhinə olan bu Lozanna konferansının protokollarını da İngiltərə parlamenti təsdiq eləmədi. Atatürkə şərt qoşdular ki, xilafəti qaldırmasan, xilafəti ləğv eləməsən, bu protokolları biz təsdiq eləməsin, dünəndən eləməsin. 1924-cü ildə xilafəti də ləğv elədi Atatürk və sonuncu xəlifəni, Vəhdəddini də sürgün elədi. Bir gəmiyə yığdılar 165 nəfər xilafət xanədanını və onlara sadiq qalan, onlara xidmətçilər, nökərlərin bir yerdə olmaqla çoxu onlara sadiq qaldı. Sürgünə göndərdi, 165 nəfəri bir gəmiyə yığdılar. Hər birinə 1000 funt sterling pul verdilər, Vəhdəddin özü də daxil olmaqla və bir aylıq pasport verdilər. Bir aydan sonra bu adamların vətəndaşlığı başa çatır. Nə Türkiyənin, nə heç bir dövlətin vətəndaşı deyil. Dünya okeanına buraxdılar ki, başınıza nə çarqırsız qın və bunların xeyli hissəsi intihar elədi. Yaşaya bilmədi. Bu adamların başqa sayıda böyümüş adamların da heç bir sənəti tutaq ki, biz dülgər deyildi, bənna deyildi, bu nəyinə yaşamalı? Ya çıxıb küçəyə dilənməlidir. Ya da bunu da quyruğuna sığışdırmayanlar da intihar elədi. Hətta o vaxtı çox acınacaqlıdır ki, o vaxtı elə İngiltərə kralına da, baş nazirinə də bunlar yazır ki, bu işi bizim başımıza siz gətirmişsiniz. Mustafa Kamala siz demişsiniz, bizi sürgün elətmişsiniz, sizə yalvaracaq. Ona deyin qərarını dəyişsin, biz qayıdaq öz ölkəmizdə, öz torpağımızda ölək. Onu da rəva görmədilər.
Bu məsələni ona görə gətirirəm ki, təsəvvür edin ki, indi məsələ Hristiyan dünyasında Vatikan hansı rola malikdir? Birləşdirici rola malikdir. Mərkəzdir. Belki bir neçə milyardlıq Hristiyan dünyası Vatikanın ağzına baxır. Sən katolikdir onlar, katoliklər onun ağzına baxır və bunun rolu nə qədər böyükdür. Hristiyanları deməli bir yerə toplamaqda, nə bilim, bir ideya, bir iş arxasında birləşdirməkdə Vatikanın nə qədər böyük rolu var. Vatikan da xırda bir şeydir. Yəni İtaliya dövlətinin tərkibindədir. Ərazisi də bilmirəm deyirlər 30 hektar necə bir şeydir, çox balacadır. Təsəvvür edin ki, xəlifə də İstanbulda qalardı. Bütün dünya müsəlmanları, 2 milyard müsəlman xəlifənin ağzına baxacaqlar. Onun sözündən oturub duracaqlar. Yəni bu insanlarda da, müsəlmanlarda da bu dindarlıq var. Öz xəlifəsinə deməli tabiçilik verir. 1400 ildə o xilafətin tarixi vardı. Məsələn ki, bu xəlifəliklə, heç bu xəlifənin də heç bir hüququ olmasın. Əlbəttə ki, simvolik. Türkiyə dünyəvi dövlətdir. Bunun dövlət işlərinə heç qarmaz. Heç buna büdcə də ayırma. Misal üçün İngiltərə necədir? Böyük Britaniya. Yəni heç belə Vatikan, heç buna büdcə də ayırma. Elə bütün dünya müsəlmanlarının verdiyi ianalardan bunları özünü idarə edə bilərdi və bütün dünya, İndoneziyadan başlamış, yəni Afrikaya qədər bütün dünya müsəlmanlarının deməli xəlifəsi İstanbulda oturur. Hətta Türkiyə indiki bir cəmi əvvəlki imperatorluğun 15də bir hissəsi qalıb. 10 milyon kvadrat kilometrdən qalıb 780 min kvadrat kilometr, 15də bir hissə qalıb. Amma buna baxmayaraq, xəlifənin İstanbulda harada qalması Türkiyənin rolunu bütün dünyada nə qədər artıra bilərdi. Bunu gözəl bilən İngilislər də xəlifəliyi də ləğv elətdirdilər, Atatürkə ləğv elətdirdilər və İslam dünyası, 2 milyardlıq İslam dünyası nə qədər itirdi. Məsələn, indi Erdoğan Türkiyəsi ortada tək qalıb da, İsrailin törətdiyi o cinayətlərə, Qəzzada törətdiyi o qırğınlara, Qəzzanı yəqin televiziyanın tamaşaçılar izləyir də, Qəzzanı demək olar ki, yoxdur, yer üzündən silib. Orada bütün şəhər, falan, yaşayış məsələni təzədən tikilməlidir. Mən sizə bir şey deyim, çox doğrudan da adamı təsirləndirən bir faktdır. Yəni, doğrudan da bu Çeçen xalqına, bir də bu Fələstin xalqına mən doğrudan da baş əyirəm, heyranam da. Neçə ildir qırırlar? 1948-ci ildən bəri 76 ildir qırırlar. Amma bunlar yenə də o ideyadan əl çəkmir. Fələstinin azadlığında mübarizə aparırlar. Məsələn, bir Fələstin anasının dediyi söz tarixə düşən bəşəriyyət üçün doğrudan da nümunə olan bir sözdür. Deyir ki, mən ən azı 6 uşaq doğmalıyam. Bilirəm onun ikisini İsrail öldürəcək. İkisi də xaricə gəlib, başqa dövlətlərdə Amerikada getməlidir, pul qazanıb göndərməlidir, biz yaşayaq. Və mənim yanımda 2 qalan uşaq da bu xalq artmalıdır, çoxalmalıdır. Təsəvvür edirsiniz ki, ana öz uşağının öldürüləcəyini əvvəlcədən bilir. Və bununla da yəni, təslim olmurlar, barışmırlar. Mən tamaşaçılar bir şeylə xatırladım ki, çox səhv olaraq tamaşaçılar bu Fələstinliləri ərəb sayır, bəzi tamaşaçılar. Fələstinlər ərəb deyil. Onlar da Sami xalqıdır. Yəhudilər də, ərəblər də, Fələstinlilər də, tutaq ki, yaxın və orta şərqdə xeyli Sami xalqları olub da, onlardan biri də elə Fələstinlilərdir. Elə onun, məsələ, Yevuseylər olub, başqa etnik qruplar olub da. Bunlar ərəb deyil. Onların fizionomiyası, dərisinin rəngi də, bu Fələstinlilər ağ irqdir, amma ərəblər, onlar daha çox belə qariyə sarı, zənciyə yaxın bir rəngi var. Amma bunlar ərəb deyil. Bu ərəblərə qarşı, mən bilmirəm, bizim insanımızda o İsrailin kütləvi informasiya vasitələrinin, təbliğat maşınının altında elə Türkiyə, Atatürk Türkiyəsində də, bizdə də çox belə bir nifrət hissi yayılıb ki, Atatürk'ün məşhur bir sözünü gəlin CHP'lilər paylaşmışdı ki, mən bu
Türkiyənin belə ayırdım ki, bir Türkiyə ərəb torpağı uğrunda geri vuruşmasına həlak olmasın. Yaxşı, mən bir sual verirəm. Və Çanaqqalada həlak olan 253 min döyüş meydanında və 150 min də o yaralılar hospitallarda ölüb. 400 min Çanaqqalada ölənlərin çoxu ərəb olub axı. O vaxt ki, Osmanlı İmperatorunun vətəndaşı olaraq nə qədər ərəblər, hətta Azərbaycandan gəlib vuruşanlar da olur. Əlbəttə. Yəni, onlar da, yəni, o Osmanlı İmperatorluğunun təbəələri olan ərəblər də öz Osmanlı dövləti üçün vuruşublar. Torpaq neçəsi canını qoyub, həyatını qoyub. Yəni, belə təbliğata uymaq düzgün deyil.